İzahlı test 37. hissə 5-ci sinif ingilis dili. Read the passage and answer the question. Mətni oxuyun və suallara cavab verin. Everyone knows that there are 4 seasons in a year. Hər kəs bilir ki, ildə 4 fəsil var. Spring, summer, autumn and winter. Yaz, yay, payız və qış. Each of them lasts 3 months. Onların hər biri 3 ay çəkir. Spring comes in March and ends in May. Yaz martda gəlir və mayda başa çatır. It often rains in spring. Yazda tez-tez yağış yağır, especially in April, xüsusilə aprel ayında. Summer is the hottest season of the year. Yay ilin ən isti fəslidir. It begins in June and ends in August. O iyunda başlayır və avqustda başa çatır. Summer brings fruits and vegetables. Yay özü ilə meyvə və tərəvəz gətirir. Autumn months are. Payız ayları bunlardır. September, October and November. Sentyabr, oktyabr və noyabr. It often rains in autumn. Payızda tez-tez yağış yağır. It's a season of harvesting. O məhsul yığımı fəslidir. Winter lasts 3 months. Qış 3 ay çəkir. December, January and February. Dekabr, yanvar və fevral. It's getting colder day by day. Gündən günə soyuq olur. But everything looks so pretty with snow. Lakin hər şey qar ilə çox gözəl görünür. Burada suallar var, mətnə aid suallar. What is the passage mainly about? Mətn nə haqqındadır? İkinci sual, choose the correct sentence, düzgün cümləni seçin. Üçüncü sual, which question has no answer in the passage? Hansı sualın mətndə cavabı yoxdur? Dördüncü sual, the underlined word it refers to. Altından xətt çəkilmiş it sözü hansı sözü əvəz edir? Suallardan hansını cavablandıra bilsəniz, videonun aşağısında şərhlərdə yazarsınız.